Çox sağ olsun bu həkim. Nə müalicəsi gedirsə, məni dünyaya elə bil ayrıdan qaytarıb. Çox həmişə rüştü eləsin, çox da insana yaxşı qayğı göstərib və hörmətimdən də əsirgəməyib. Təşəkkür eləyəm belə həkimə. Mənim Gülşad xalam Cəlilabad rayonundandır. Bizdə az yox, azacıq yox. Xalam, neçə yaşın var sənin? 85. O gün olsun 95-də biz görüşək. Xəstəxanada yox, gözəl bir yubileyində səni. Mənim yanıma ilk dəfə gələndə bir neçə ay bundan əvvəl gəlmişdi. Yüksək hərarət, ürək bulanma, qusma, tam iştahsızlıq, arıqlama və ilaxıra və s. Hətta mən qorxdum ki, xalada çir, bir arası bir bənd xəstəlik ola. Elə olmadı Allahın köməkliyi ilə. Pankreatit oldu, kolesistit oldu. Biz dərhal müalicəyə başladıq və müalicənin elə ilk 10 günlüyündə xalam çox gözəl vəziyyətə gəldi. Sonra ikinci 10 günlük, sonra üçüncü 10 günlük və 3 kursdan sonra xalam çox əla oldu. Xalam, gəl yanıma. Bax, çox gözəl yedir. Hətta nə eləmək istəyir Gülşad xala? Gedib evdə inəyin, toyuğun düzəsi qaydasına qoymaq istəyir.